Timurlenk Fatih'le karşılasa adam akıllı sopayı yer gider gidemezdi bile, yani orada da kalırdı. Sırf bu cəhətdən türk tarixçilərini obyektiv hesab etmirəm, hətta İlber Ortaylını belə. Çünki Əmir Teymur ancaq Çingiz xan və Makedoniyalı İskəndərlə müqayisə ediləcək səviyyədə bir hökmdardır. Dünya tarixində 3 böyük liderdən biri sayılır. Gəlin bunu sizə belə izah edeyim. Ağqoyunlular Teymurların ordusunda İldirim Bayezdə qarşı döyüşürdülər ki, daha sonra Osmanlı qoşunlarının bir hissəsini təşkil edən tayfalar da Teymurun qoşununda döyüşüblər. Fatih Sultan Mehmed isə Uzun Həsən ilə, yəni Ağqoyunlularla zar-zor bacarırdı. Hətta Malatya müharibəsində Osmanlılar məğlub belə edilmişdi. Yəni Ağqoyunlular Osmanlılar Teymurun qoşunun hissəsi kimi idilər. Onunla eyni səviyyədə qətiyyən deyildilər. Bundan başqa Osmanlılar Teymurilərə vergi vermiş və Fatihin babası Teymurun, atası isə Əmir Teymurun oğlunun vassal olduğunu qəbul etmiş və onun göndərdiyi xalatı geymişdi. Fatih Sultan Mehmed sözsüz ki, böyük hökmdardır. Amma dəfələrlə ala bilmədiyi qala və məğlub olduğu döyüşlər var. Belqrad qalasının mühasirəsini şəxsən planlasa belə alınmamış, Arnavud və Boğdanada eyni problemləri yaşamış və geri çəkilmişdir. Teymur isə ayağını qoyduğu hər yeri almış, qarşı duran hər bir çiyində baş qoymamış, xaqanları, sultanları tabe etmişdir. Bundan başqa Teymur dövlət qurmuş, Fatih isə atadan dövlət miras almışdı. Qısacası özünün də dediyi kimi, tarix Əmir Teymur uduzdu yazmaz.